I can, I may, I must, I should bunu da yaz. İşte instrumentlər əlinin altında olsun. Bunların hamısı bir gün öyrənmək olar. Ümumiyyətlə, ingilis dilinin qrammatikasını bir günə öyrənmək olar. Sadəcə tör-töküntü halda olacaq. 2 günə də yığışdırırsan bir yerə, qutardı getdi. Bilirsən, insanlar niyə uzun öyrənirlər? Hər adam sirrini bilmir. Hər hansı bir şeyi uzun müddətə öyrənməyinlə qısa müddətə öyrənə bilməyin arasında bir dənə fərq var. İnsan o şeyi uzun müddətə öyrənir ki, qalın ki, 1 metrlik bir şeyi baxış bucağın yalnız ilk 20 santimetrinadır. Qalanını görə bilmirsən. Amma məcbur edib onu bütöv şəkildə görə bilsən belə, onda hər şeyi tez öyrənirsən. Bax, təsəvvürlə ingilis dilinin bütün qrammatikasını sən 2 dəqiqə edəyəsən. Demək, var əvəzliklər, var feillər. Əvəzliklə feilini birləşdirib I go, I come, I see və s. etməyin xırım-xırda detalları var. Ortaya girir modal feillər, gələcək zaman və şərti gələcək zaman bitdi. Yəni, I go, götürək deyək ki, ingilis dili bir dənə I go-dan ibarətdir də, onun üzərində bütün qrammatikanı danışır. I go, sən bununla nə etməlisən? Maksimum 3 dənə zamana qoymalısan. I go, I went, I will go da, will go da gələcək. Bir də would go deyə bilərsən, şərti gələcək, nə deməkdir ki? Mən gedirəm, getdim, gedəcəm, gedərdim. Dil qutarır bununla. Sonra var modallıq, bura. I can go, I may go, I must go, I should go. Bitti. Dilin bu hissəsi gövdə, motor qutardı. Motor hissə bitdi. Tamam. Ondan sonra ingilis dilində elə buranı düzəldiblər. Görürlər ki, nəsə çatışmayan şeylər var. Neyin yəyək? Bir iki dənə ifadə var ki, məsələn, there is, there are. Niyə? Çünki have-lə həll edə bilmirlər. Məsələn, I have a telephone. Mənim telefonum var. Görüblər ki, mənim telefonum varla sponsor telefon var. Nə fərqləndirək? Deyirlər daha buna deyək, there is, there are. Bu bir dənə ifadə. Ondan sonra bir iki dənə xırıntıda şey var. Məsələn, used to.